Çox maraqlı bir mövzudur və düşünürəm ki, bununla biz izləyicilərimizi bir xeyli maarifləndirə bilərik istehlakçı hüquqları ilə bağlı. Ticarət və ictimai yaşayış obyektlərində satışda olan malların qiymətlərinin göstərilməsinə dair hansı tələblər mövcuddur qaydalarda? Təşəkkür edirəm sualınıza görə Rəhman müəllim. Mən qısaca məlumat verim ki, istehlakçıların hüquqları müdafiəsi haqqında Azərbaycan Respublikası qanununa əsasən satıcı və ya icraçı satışda olan malların, işlərin, xidmətlərin qiymətləri barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Məlumatlar hansı formada verilməlidir? Bununla bağlı tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixlə 94 nömrəli qərar ilə təsdiq edilmiş ticarət, ictimai yaşayış, məişət və digər növ xidmət qaydalarında öz əksini tapmışdır. Bu qaydaların tələblərinə əsasən müxtəlif satış mərhələlərində, müxtəlif məhsulların satış mərhələlərində qiymətlərin göstərməsinə bağlı ümumi tələblər müəyyənləşdirilmişdir. Əsas ümumi tələblər nələrdən ibarətdir? Mən qısaca bunu qeyd edim. Əsas ümumi tələb ticarət sahəsində ondan ibarətdir ki, satışda olan bütün malların üzərində dəqiq tərtib olunmuş qiymət kağızı olmalıdır. Qiymət kağızında malın adı, növü, qiyməti və qiymət kağızını doldurma tarixi qeyd olunmalıdır. Eyni zamanda ticarətdə bir sıra başqa sahələr var ki, məsələn, meyvə tərəvəz satışında ədədlə satışırsa, ədədlə satış qiyməti, kilo ilə satılırsa, kiloqramla satış qiyməti və yaxud mürəkkəb texniki malların satışında artıq texnikanın texniki xüsusiyyətləri, markası, modeli barədə məlumatlar qiymət kağızında keçid olmalıdır. Yəni, bu tipli müxtəlif satış sahələrinə uyğun olaraq ümumi tələblər müəyyənləşdirib həmin qaydalar. Xidmət sahələrində isə ilk öncə daha çox istifadə etdiyimiz xidmətlərdən olan restoran, kafe, ictimai yaşayış xidmətlərinin barədə məlumat verim ki, ictimai yaşayış sahəsində istehlakçılara məhsulların həm siyahısı barəsində, təklif olunan xidmətlərin siyahısı, onların pay həcmləri, tərkibi, qiymətləri barəsində menyu, qiymət cədvəlləri, preskont vasitəsindən məlumatlar verilir. Restoran və kafelərdə bu menyudur, digər xidmət obyektlərində isə preskontlar və ya qiymət cədvəlləri ola bilər. Və bu məlumatların verilməməsinə görə də təbii ki, inzibati xətalarınızı məsuliyyəti cəzalar var. Bu arada bir sual ünvanlamaq istəyirəm sizə. Bəzən iri marketlərə fərq yoxdur, iri balaca fərq etməz. Daxil olursan, görsən ki, hər hansısa bir məhsul, normalda məsələn 50-60 manata olan məhsul endirimə düşüb 20 manatdır. Həvəsən götürürsən, yaxınlaşırsan kassaya və təqdim edirsən ki, buyurun, vurun kassaya, pulunu verim. Qayıdır ki, bonus kartımız var. Belə məqamlarla qarşı-qarşıya qalır istehlakçılar bəzən. Bonus kartında yoxdur. Baxırsan ki, kassada nə qədər adam dayanıb növbəyə. Geriyə də qayıda bilmirsən və məcburən həmin məhsulu yenidən 50-60 manata alırsan. Bu, istehlakçı hüququnun pozulması anlamına gəlir. Mən niyə görə bunu soruşuram? Yəni, orada endirimdir və hazırda 20 manatadır yazısının kənarında bonus kartı ilə sözü də yazılmalıdır, yoxsa yox? Çox gözəl məqama toxundunuz və qiymət intizamı ilə bağlı, endirimlə bağlı da ilk öncə onu qısaca məlumat verim ki, məhsul endirimdə olan zaman mütləq qaydada məhsulun həm əvvəlki, həm endirimdəki son qiyməti göstərməlidir, endirimin qüvvədə olduğu müddət göstərilməlidir və endirimin tətbiq olunduğu faiz, yəni nə qədər endirim olub, ya nisbi, ya mütləq ifadədə mütləq qaydada göstərməlidir. Sizin dediyiniz hal bir sıra ticarət mərkəzlərində, məntəqələrində müşahidə olunur. Biz özümüz də istehlakçının başımıza gəlir. Bu xüsusi haldır. Bəzi mağazalar, ticarət məntəqələri endirimləri yalnız öz müştəri kartının sahiblərinə edirlər. Burada əslində belə bir pozuntu yoxdur. Lakin bir şərtlə ki, həmin o qiymət kağızında, endirim kağızında bu barədə istehlakçı öncədən dəqiq və düzgün məlumat verilsin. Yəni, deyək ki, hansısa mal satış qiyməti 5 manat idi, indi satılır bonus kartı ilə endirimlə 3 manata. Bu, həm 5 manat qeyd olunmalıdır, üstündən xətt çəkimi 3 manat qeyd olunmalıdır. Hansı müddət aralığında tətbiq olunur, o qeyd olunmalıdır və eyni zamanda onun altında istehlakçının aydın oxuya biləcəyi şəkildə yazılmalıdır ki, bu endirim yalnız bu mağazanın, mən də ad çəkmək istəmirəm, bu mağazanın bonus kartının sahiblərinə keçərlidir. Və istehlakçı da onu gördükdən sonra artıq kassaya yaxınlaşında bilirsiniz ki, artıq bu yalnız bonus kartı aiddir. Varsa götürəcəksiniz, yoxsa biləcəksiniz ki, artıq endirim sizə tətbiq olunur, köhnə qiymət alarsınız. Aydın məsələdir. Bir də qiymət intizamının pozulmasına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan tədbirlərdən danışaq. Hansı məsuliyyət tədbirləri var? Qiymət intizamının pozulmasına görə
İnzibati xətalar məcəlləsində inzibati məsuliyyət tədbirləri nəzərdə tutulmuşdur. Belə ki, qeyd etdiyim bayaq o qiymət məlumatlarının, yəni qiymət kağızlarının olmamasına və yaxud qiymət cədvəllərinin menyuların olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə İnzibati xətalar məcəlləsinin 445.1-ci maddəsində 800 manatdan 1000 manata qədər cərimə nəzərdə tutulub. Eyni zamanda qiymət intizamının ikinci bir məsələsi də var ki, satışda olan bütün malların qiymətləri yalnız manatla göstərilməlidir. Əgər qiymətlər xarici valyutada göstərilibsə, bununla bağlı da İnzibati xətalar məcəlləsində məsuliyyət nəzərdə tutulub. Bu halda artıq bu pozuntuya yol vermiş sahibkar 1100 manatdan 1650 manata qədər cərimə edilir. Yusuf bəy, gəlin müraciətlərdən biraz danışaq. Bəzən insan o qayda pozuntularının şahidi olur. Bəzən işdən çıxır, adamlar o qədər yorğun olurlar ki, heç şikayət etməklə bağlı nəsə fikirləşmirlər. İl ərzində nə qədər müraciət daxil olur və agentlik bunlara qarşı necə mübarizə aparır? Yəni, hansı tədbirləri görür? Sırf bizim bu mövzumuzla bağlı il ərzində, misal üçün, mən keçən ili misal üçün deyə bilərəm ki, qiymətli aldatma ilə bağlı təqribən 60-a, qiymət intizamı ilə bağlı, üzr istəyirəm, 60-a qədər müraciət daxil olub. Amma qiymətli aldatma, hesabda aldatma bir qədər fərqli mövzudur, onun statistikası biraz genişdir. Sırf qiymət intizamı ilə bağlı 60-a qədər müraciət daxil olub və bu müraciətlərin araşdırılması zamanı onun 25-dən çox 50%-dən çoxu təmin olunub. Araşdırma zamanı 2 halda qiymətləri xarici valyutada göstərən sahibkar barəsində İnzibati xəta haqqında protokol tərtib olunub. 3 halda menyunun düzgün tərtib olmadığı və yaxud olmadığı müəyyən olunub. Buna görə İnzibati xəta haqqında protokol tərtib olunub. Hazırki dövrdə, yanvar-fevral aylarında isə bu il cari dövrdə hələ ki açığı elə çox şikayət yoxdur, şükürlər olsun. Cəmi 7 müraciətimiz var qiymət intizamı ilə bağlı. Belə də qalsın və ya çox azalsın. Deməli, malın ölçüsünə görə, çəkisinə görə, bir də hesabına dair aldadılma hansı formalarda olur? Yəqin ki, siz bu işinizlə əlaqədar tez-tez belə halların şahidi olursunuz deyə daha dəqiq informasiya bölüşə bilərsiniz. Bəli, bizə daxil olan çoxsaylı istehlakçı müraciətlərinin böyük bir qismi də məhz bu hallarla bağlı olur, aldatma hallarla bağlı. Ümumiyyətlə, malın hesabına, çəkisinə, ölçüsünə dair aldatma deyəndə nə başa düşülür? Bu müxtəlif hallarda ola bilər. Məsələn, bu yaxud siz dediyiniz məsələ, amma biraz fərqli halda. Ola bilər ki, istehlakçı vitrində mağazada malı bir qiymətə görür, amma onu götürüb kassaya yaxınlaşında tamam başqa qiymətlə ona ödəniş tələb olunur və ödəniş həyata keçirir. Bu artıq malın hesabına dair aldatma olur. Və yaxud da ola bilər siz istehlakçı kimi hər hansı bir restoran xidmətindən istifadə edirsiniz, menyuya baxırsınız, sifarişlərinizi verirsiniz və sonunda gələn hesabda məlum olur ki, menyudakı qiymətlərdən tamamilə başqa qiymət, artıq qiymətə hesab təqdim olunub və yaxud menyuda göstərilmədiyi halda sizdən əlavə xidmət haqqı alınır, bu da artıq hesabda aldatma olur. Və ya ola bilər hansı bir çəki ilə mal alırsınız və sonradan yoxlayırsınız, məlum olur ki, siz çəki dalladırmısınız, bu artıq istehlakçıların məhsulunun çəkisinə dair aldatma olur. Yəni, bu kimi müxtəlif aldatma halları ilə qarşılaşır. Bu arada monitorinqlər gedir, yoxlamalar aparırsınız və s. və ilaxır. İldən ilə bu cür istehlakçı hüquqlarının pozulması ilə bağlı fakt sayında azalma müşahidə olunur, yoxsa elə ənənəvi qaydada artmağa davam edir? Mən qısaca deyim ki, əslində bizim nəzarət tədbirlərimiz, yoxlamalarımız hal-hazırda yoxdur, həyata keçirmək. Bilirsiniz ki, 2015-ci ildən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamanın dayandırılması haqqında Azərbaycan Respublikası qanunun tələblərinə əsasən Anti-İnsar və İstehlak Bazar Nəzarəti Dövlət Agentliyi tərəfindən o dövrdən bu dövrə qədər çox məhdud sayda yalnız insanların həyata sağlamlığı təhlükə ilə bağlı olan hallarda nəzarət tədbirləri həyata keçirilib. Lakin daxil olan vətəndaş müraciətlərinin üzərindən biz danışsaq, müraciət sayı olaraq bəli, ola bilər artım müşahidə oluna bilər. Bu da təbiidir. İstehlak bazarının həcminin genişlənməsi, ticarət dövrəsinin genişlənməsi, mağazaların sayının artması. Amma sevindirici hal ondan ibarətdir ki, tərtib olunan protokolların sayında, pozuntulara sahibkarların münasibətində müsbətə doğru irəliləyiş var. Bu da nədən qaynaqlanır? Bu da bizim sahibkarlarla dövlət özəl tərəfdaşlığı çərçivəsində apardığımız çox geniş, çox şaxəli maarifləndirmə və konstruktiv əməkdaşlığın sayəsində baş verir. Biz həm Bakı şəhərində, həm regionlarda müxtəlif sektorlarda fəaliyyət göstərən sahibkarlara mütəmadi maarifləndirici görüşlər keçiririk. Həmçinin ticarət və ictimai yaşayış, eyni zamanda digər xidmət sahələrində qanunvericinin əsas tələbləri əks olunmuş bildiriş formaları hazırlamışıq. Hətta menyunun nümunəvi formasını hazırlamışıq ki, sahibkarlar bilsin menyu necə olmalı və onları fiziki olaraq Bakı və regionlarda ictimai yaşayış sahəsində fəaliyyət göstərən 6500-dən çox sahibkara, digər xidmət sahələrində 7500-dən çox sahibkara paylanmasını təmin etmişik. Eyni zamanda
dövlət vergi xidmətində olan həmkarlarımızın dəstəyi ilə biz həmin sahibkarların elektron kabinetlərinə də bu bildirişlərin yerləşməsini təmin etmişik ki, orada da təqribən 20 mindən çox sahibkara bu barədə məlumatlandırmışıq. Biz sizdən xahiş edirik, o bölgələrə gedərkən yol üstü restoran və kafelərə də o menyularda mütləq şəkildə paylayıb çox xahiş edirik. Həmin olan hamısına paylanır. Bu arada biz sizinlə malın ölçüsündən, çəkisindən və hesabına görə aldadılmasından danışdıq, amma İnzibati Xətalar Məcəlləsində buna bu qayda pozuntusuna görə nə qədər məsuliyyət nəzərdə tutulur və ya cərimə nəzərdə tutulur? Bəli, qiymət intizamlı olduğu kimi bu halda da İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyət tədbirləri nəzərdə tutulub. Mal satan və ya xidmət göstərən şəxslər tərəfindən istehlakçıların az miqdarda malın ölçüsünə, çəkisinə, hesabına və istehlak xüsusiyyətlərinə dair aldadılmasına görə fiziki şəxslər üçün 350 manatdan 500 manata qədər, vəzifəli şəxslər üçün 1500 manatdan 2000 manata qədər, hüquqi şəxslər üçün isə 4000 manatdan 6000 manata qədər cərimə nəzərdə tutulub. Qeyd edim ki, burada az miqdarda dedikdə söhbət 5000 manata qədər məbləği nəzərdə tutulur və 5000 manatdan artıq məbləğ olduqda artıq bu cinayət məsuliyyətinə belə səbəb olur. Son olaraq müştəri, istehlakçı aldadıldığını iddia edirsə, hiss edirsə, hara müraciət edir? Təbii ki, istehlakçı aldadıldığını hiss edirsə, Azərbaycan Respublikasının Prezidenti yanında Anti-İnsar və İstehlak Bazarı Nəzarət Dövlət Agentliyinə müraciət edə bilər. Bizim rəsmi saytımız var, competition.gov.az. Həmin saytda müraciət et bölməsi var oradan və yaxud elektron poçtumuz vasitəsilə bizə müraciət edə bilər və müraciətə qanuna uyğun şəkildə araşdırılıb baxılı tədbirlər görülür. Təşəkkürlər, uğurlar arzulayırıq sizə bu istiqamətdə.